1827-ci ildə fransız rəssamı Victor Eugène Delacroix Sardinapal tablosunda antik rəvayətə müraciət etmişdi. Assiriya kralı Sardinapal dövlət işlərinə fikir vermirdi, xalqının rifahını düşünmürdü, günlərini işrət mərasimlərində keçirirdi. Buna görə xalqı qiyam qaldırdı. Xalqın üsyanını yatıra bilməyən Sardinapal özünə qəsd etmək qərarına gəldi. Lakin öncə gözəl kənizlərini, filini, atını, köpəyini öldürməyi əmr etdi. Qüllədə sərvətini yandırmağı tapşırdı. Tabloda biz bütün bunları aydın şəkildə görə bilərik. Kral Sardinapal sakit əyləşib ətrafda baş verənlərə baxır. Qulluqçular Kral Sardinapala zəhərli şərab gətirir. Birazdan o bunu içəcək və gözlərini əbədi yumacaq.